بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين صلى الله وسلم على نبينا محمد وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا إنك أنت العليم الحكيم أما بعد السلام عليكم ورحمة الله وبركاته. Değerli kardeşler, hoş gördük her birimizi. Allah'a şükürler olsun ki Allah Teala bizi böyle hayırlı meclislere müvaffak ediyor. Bu meclis ona göre hayırlı meclislerdendir ki Allah ve Resulü qeyd edir bu meclisler. Muhammed sallallahu aleyhi ve sellem bildirir ki hadiste bu meclisten kalkanlara Allah Teala melek gönderir, o deyər ki, yani bu kimi meclislerden kalkanda Allah Teala bir melek gönderir, o deyər ki, qumu mağfuran lekum. Kalkın, günahlarınız bağışlanmış Allah. Ona göre bu meclisler değerli kardeşler, əzəmətli meclislerdir. Günahların bağışlanması için esas sebeplerdendir. Böyük bir nimettir. Ve bilirsə Allah'ın nimetleri çoktur. O nimetlerden de biri elə budur. Allah Teala bildirir ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ. Sizde olan her bir nimet Allah'tandır. وَآتَاكُمْ مِنْ كُلِّ مَا سَأَلْتُمُهُ. Başka ayda Allah Teala bildirir ki, istediğiniz her şeyden Allah size verir. وَاِنْ تَعُدُوا نِعْمَةَ اللّٰهِ لَا تُحْصُوهَا. Eğer Allah'ın nimetlerini saysanız, sayı bitirebilmezsiniz. Təsəvvür edin, Allah Teala o kadar nimet verir ki, bildirib ki, yani saymaq istəsən, saya bilməzsən ve sözlü yorma. Ona göre bizlerin üzerine düşen Allah'a şükür eləməkdir. Allah'a həmd eləyib, sənalar eləyib, ibadətləri artırmaq dışı, Allah da bizi artırsın. Ve sonra değerli kardeşlerim, hem özüme hem size İbn-i Qayyim'in, Allah ona rahmet etsin, kiçik bir risalesi var. Oradan bir mevzu okumak istəyirəm. Risale her bir Müslümana nasihat adlı bir risaledir. Ve risaletun ila kulli muslim, her bir Müslümana yazılmış bir mektup veya nasihat manasında olan küçük bir risaledir. İlk önce Allah'tan isterim ki Allah Teala bizi həmçinin eşidənlərin her birini bu risaleyle faydalandırsın. Çünkü əzəmətli faydalar var. İbn-i Qayyim buyurur ki, risaləni başlayanda diyor ki, Bismillahirrahmanirrahim. Merhametli, rəhimli Allah'ın adıyla. Allahul mes'ulul me'cu el-icabə. O Allah ki, ümid eləyirik ve isteyirik ki, bizim dualarımızı kabul etsin. Ve sonra buyurur ki, en yuhsinel ilel ah fid dunya vel ahire ve yenfa'a bihi ve yec'alehu mübareken eyne mekan. Yani diyor ki, bu mektubu kime yazıramsa, Müslümanların her birine. Allah'tan istedim ki Allah Teala onu dünya ve ahirette xeyrə yönəltsin. Allah onunla faydalandırsın. Harda olursa olsun onu bərəkətli qul etsin. فَاِنَّ الْبَرَكَةَ. Sonra buyurur ki rahimahullah, فَاِنَّ بَرَكَةَ الرَّجُلِ. Bir insanın, bir Müslümanın, kişinin ve kadının bereketi neydədir? Onun bereketli insan olması neyinden bilinir? Onu qeyd edir şeyh. Tə'liməhu lil xeyr haythu hal. Harada olursa olsun insanlara xeyir öğretmesindədir. Eğer bilmək istəyirsənsə bir insan bereketli insandır, xeyirli insandır, o zaman baxırıq insanlara xeyir öğredirmi? İnsanlara faydalı bir kəsdirmi? Və nushuhu likulli men ictema'a bihi. Onun xeyri onda dışı, etrafında cem olan insanlara nəsihət edir. Etrafında olan insanlara nəsihət edir. Bəli, değerli kardeşler. Muhammed sallallahu aleyhi ve sellem hadiste bildirir ki, "Din-un nasiha." Din nəsihətdir. Yani səmimiyyət, xeyir dinidir. Xeyri öğrenmək ve öğretmək dinidir. Sahabeler deyirlər ki, ya Resulallah, kime nəsihətdir? Muhammed sallallahu aleyhi ve sellem diyor ki, lillahi ve li kitabihi ve li rasulihi
və liəimmətil muslimin və əmmətihim. Nəsiyyətdir Allaha, yəni Allaha ixlaslı şəkildə ibadət eləməkdir. Nəsiyyətdir Muhammed sallallahu aleyhi və səlləmə, yəni onun sünnəsinə tabi olmaqdır. Versiniz, nəsiyyət də onun kitabına, yəni o kitabı oxumaq, öyrənmək, oxumağı, əməl etmək, içində olanları tədəbbür etməkdir. Həmçinin nəsiyyətdir müsəlmanların rəhbərlərinə, alimlərinə və ümumi insanlara. Səmimi olmalısan rəhbərinlə, alimlərlə və ümumi qardaşlarınla. Yəni, nəsiyyət etməlisən qardaşlarıma. Alimlərdən biri deyir ki, afdalus sadaqa, ən əfsəl sədəqə dəyərli qardaş, ən əfsəl sədəqə tə'limu cahil, cahili öyrətmək, bir bilməyəni dinini öyrətmək və iqazu qafil, qəflətdə Allahın zikrindən, Allahın dinindən qəflətdə olan birisini Allahın zikrinə, dininə yönətməklə o qəflətdən onu oyatmaqdır. İbn Qayyim buna işarə edir. Və sonra Allahın Quran-ı Kərimində ayəsini gətirir. Məryəm surəsi 31-ci ayə. Hər birimiz dəyərli qardaşlar bu ayəni yadda saxlamalı və bu ayənin əhatə elədiyi mənanı Allahdan istəməliyik. Allah təala buyurur ki, İsa əleyhissalam öz qövmünə belə demişdi. وَجَعَلَنِي مُبَارَكًا اَيْنَمَا كُنْتُ. Allah məni harada olursamsa olum, bərəkətli bir qul edeyim. İbn Qayyim burada təfsir edir, bu ayəni qısa olaraq bildirir ki, yəni muallimən lil xeyr, məni insanlara xeyir öyrədən müəllim eləyib. Həmçinin ki, digər təfsir alimləri də bu təfsiri veriblər. Dəiyən ilallah, məni Allaha dəvət edən eləyib. Allah nəsib eləyib ki, mən onun izni ilə insanları elə Allaha, tövhidə dəvət edirəm. Muzəkkiran bihi, insanlara Allahı xatırladıram. Murağqibən fi taatihi, insanları ona itaət etməyə rəğbətləndirirəm, təşviq edirəm. Fəhəzə min barakətir racul. Bax, bu insanın bərəkətindən sayılır. Nədir dəyərli qardaşlarım, insanın bərəkəti? Nəydədir insanın bərəkəti? Dini öyrənməsində, o dinə əməl etməsində, o dini insanlara gözəl şəkildə, həvəslə, ixlasla, sevərək insanlara çatdırmasında. Və vallahi dəyərli qardaşlarım, bir insana bundan böyük nemət verilməyib. Allah Teala Quran-ı Kərimdə dəvət eləyən insanı, tövhidə və sünnətə çağıran insanı ən gözəl söz danışan hesab edir. Mütləq olaraq dəvətçidən gözəl söz danışan yoxdur. Allah Teala bildirir ki, وَمَنْ أَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَا إِلَى اللّٰهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ. İnsanları özündə bax dəyərli qardaşım, gör bu ayənin mənası səndə varmı? Allah Teala bildirir ki, insanları Allaha tərəf çağıran, özü də salih əməl edən, bu mühüm qeyddir. İnsanları Allaha tərəf çağıran, özü də salih əməl edən və mən müsəlmanlardanam deyəndən daha gözəl, daha doğru sözü kim danışa bilər? Heç kim dəyərli qardaşlarım. Ən gözəl söz Allahın kəlamıdır. Ən doğru yol Muhammed sallallahu aleyhi ve sellemin yoludur. Necə Muhammed sallallahu aleyhi ve sellem hər xütbəyə başlayanda deyərdi ki, فَإِنَّ أَصْدَقَ الْحَدِيثِ كَلَامُ اللّٰهِ وَخَيْرَ الْهَدِيِ Hədiyu Muhammedin sallallahu aleyhi ve sellem, ən xeyirli söz, Allahın sözü, kitabı, ən doğru yol Muhammed sallallahu aleyhi ve sellemin yoludur. Kim buna dəvət edirsə, ən şərəfli yola dəvət edir, ən gözəl sözə dəvət edir. Ona görə dəyərli qardaşlarım, özümüzə baxaq. İbn Qayyim deyir ki, bax bu insanın bərəkəti sayılır. Sonra İbn Qayyim sözünə davam edir, buyurur ki, وَمَنْ خَلَ مِنْ هَذَا فَقَدْ خَلَ مِنَ الْبَرَكَةِ. Kim bu vəsifləri özündə cəm eləməsə, bilsin ki, onda bərəkət yoxdur. Bax, dəyərli qardaşım, istəyirsənsə səndə bərəkət olsun, sən bərəkətli qullardan sayılasan, bu vəsifləri özündə cəm eləməlisən.
Və muhiqat barakatu liqaihi vel isma'i bihi. Görün nə deyir? İbn Qayyim bilirsiniz, dəqiq kəlmələrin sahibi olub. Allah ona rəhmət etsin. Görün, qəbirdə möminin halı barədə nə deyir başqa sözündə? Deyir, möminin qəbirdəki halı qəlbinin dünyadakı cəsədinin içində olan halıdır. Bilmək istəyirsənsə qəbirdə halın necə olacaq? Bax gör, qəlbin cəsədində Allahın zikri ilə genişlənib. Əgər qəlbin cəsədində Allahın zikri ilə rahatlıq tapıb genişlənibsə, sənin qəbrin elə geniş olacaq. Fikir verirsiniz? Dəqiq sözlər danışır. İnsanın deyir, dili qaşıq, qəlbi qazandır. Danışanda oradan götürür. Dilin qaşıq rolunu oynayır. Qəlbin qazan, nə deyirsənsə oradan çıxardır. Bax, belə alimin sözləri böyük nəsiyyətdir, vallahi. Sonra buyurur ki, rahimahullah, belə insanın onunla görüşməkdə, onunla cəm olmaqda heç bir xeyri yoxdur. Çünki bərəkəti yoxdur adamın. Adamın bərəkəti yoxdur. Bəl tumhaqu bərəkətu mən ləqiyyəhu və çləmə bihi. Sonra görün nə deyir? Nə ikən onda? Onunla görüşən, onunla bir yerdə cəm olanda da bərəkət yoxdur. Fikir verirsiniz, insanlar nəyə diqqət ediblər? Əgər xeyrə çağırırsansa, səninlə bir yerdəyəm. Əgər xeyr əhli deyirsənsə, nə səninlə bir yerdə deyiləm, əgər səninlə bir yerdə olsam, məndə də bərəkət yoxdur. Yəni, sələfilər buna fikir verərlər. Ona görə dəyərli qardaşlarım, Muhammed aleyhissalatu vesselam bir çox hədislərdə qeyd edib, kimlərlə oturmaq, kimlərlə durmaq lazımdır. Əl-mar'u alə dini xalilihi. Kişi dostunun, xəliliyinin dinindədir. Fəliyandur əhədukum mən yuxalil. Sizdən də hər biriniz baxsın kiminlə yoldaşdır, kiminlə dostluq edir. Bunlar mühüm məsələlər, dəyərli qardaşlarım. Sonra İbn Qayyim buyurur ki, fəinnəhu, o adam ki, onun bərəkəti yoxdur, fəinnəhu yudayyi'ul vaxt. O insan vaxtını zay eləyir. Haralarda? Fil məcariyət və yufsidul qalb. Macəralarda, oyunda, əyləncədə, gəzməklərdə, tozmaqlarda, çayxanalarda, belə yerlərdə vaxtını zay eləyir və qəlbini öldürür. Sənin onunla nə işin ola bilər ki, dəyərli qardaşım? Hansı ki, Allah Teala Muhammed sallallahu aleyhi və səlləmə və idə fərağtə fənsab və ilə rabbikə fərğab. İşlərini bitirəndə Muhammed sallallahu aleyhi və səlləmin işi var idi. Ümmətin rəisi idi. Müsəlmanların dayağı idi. Sıxıntı olanda hər kəs ona üst tuturdu. Müşkilətləri o həll eləyirdi. Bütün müsəlmanların dərdini oyanırdı. Ən böyük iş ondaydı. Allah ona belə deyir ki, işlərini qutaranda o zaman ki, işini bitirdin, Allah üçün çalış. Şeyx Səd edir ki, nəydə çalış? Duada, ibadətdə. Və ilə rabbikə fərğab. Rəbbivə üz döndər. Rəbbivə üz tut. Əgər Allah Teala sənə vaxt veribsə, müəyyən bir işin varsa, işdən sonra ailəyə vaxt ayır, elm öyrənməyə vaxt ayır, dərsləri dinləməyə vaxt ayır, tövhidi, tək Allahlılığı öyrən, dəyərli qardaşım. İnsanları Allaha dəvət edəndə əlində dəlillərin olsun, hüccətin olsun. Əgər desən ki, Allaha ortaq qoşmaq olmaz, onu ispat elə Allahın kəlamı ilə. Desən ki, bidət eləmək olmaz, onu ispat elə Allahın kəlamı və Muhammed sallallahu aleyhi və səlləmin sünnəsi ilə. Ola bilər dəvət meydanında kimsə səndən dəlil tələb edir. Sənə deyə bilər ki, mən necə bilə bilərəm ki, Allaha ortaq qoşmaq olmaz. O zaman sən dəlil qoymalısın. O zaman qoymalısan Nisə surəsi 48-ci ayəni. İnnallaha la yəğfiru ən yüşrəkə bihi və yəğfiru mə dunə zəlikə limən yeşə. Əgər sən bu ayəni və bu kimi ayələri gətirə bilmirsənsə, dəyərli qardaşım, səndə müəyyən qədər naqislik var. Çünki danışdığını ispat eləyə bilmirsən. İspat eləməlisən. Dəlillər üzərində öyrətməlisən insanları. Allah özünə ortaq qoşulmasını bağışlamaz. Ondan aşağı günahları istədiyinə bağışlayacaq. Gərək dəlillə insanları danışıb öyrədəsən. Sonra İbn Qayyim deyir ki, Allah ona rəhmət etsin. Və kullu afətin tədxulə aləl abdi fəsəbəbuhə dayəul qalb. Qulun başına gələn müsibətlərin
Hər birisi qəlbinin fəsad olmasından, zay olmasından irəli gəlir. Və fəsadul qalb, qəlbin də fəsad olması yaudu bidayal haqqihi min Allah. Allahın haqqını zay etdiyinə görə gəlir. Niyə qəlb zay olur? Qəlb fəsad olur. İnsan Allahın haqqını yerinə yetirmədiyinə görə. Muhammed sallallahu aleyhi və səlləm sahabəyə sual verir. Ya Muaz, ey Muaz, ətədri mə haqqullahi alal ibad? Sən bilirsənmi Allahın qullar üzərində olan haqqı nədir? Və mə haqqul ibadi alallah? Qulların Allah üzərində olan haqqı nədir? Fikir verirsiniz? Allahın bir haqqı var dəyərli qardaşlarım. O haqqı yerinə yetirmək lazımdır. Tövhidlə ona ibadət eləmək, Muhammed sallallahu aleyhi və səlləmin sünnəsi ilə ona ibadət eləmək, fərzləri vaxtında yerinə yetirmək, qadağalardan çəkinmək və o qadağa əmirləri yerinə yetirib, qadağalardan çəkinərək sevib və təzimlə etmək lazımdır. Sevgi ilə, tənbəlliyi ilə, münafiqlər kimi deyil, möminlər kimi, Abu Bakr, Ömər, Osman, Əli kimi, Abdullah ibn Übey ibn Səlul kimi deyil, İslamı sevənlər, İslamı uzaldanlar kimi, İslamı alçalmağa çalışanlar kimi deyil, tövhid əhli kimi Allaha ibadət eləmək lazımdır. Ona görə dəyərli qardaşlarım, qəlbin fəsad olmasının əsas səbəbi Allahın haqqını ödəməməkdir. Həmçinin buyurur ki, bu səbəbdən də qulun Allah qatında əmirləri yerinə yetirmədiyinə görə Allah qatında dərəcəsi azalır. Allah qatında onun dərəcəsi, mənzili aşağı düşür. Sonra buyurur ki, bəzi şeyxlərimiz belə nəsihət eləyərdilər. Baxın, dəyərli qardaşlarım, hər birimizin həyatında mühüm məsələləri nəsihət edir şeyx. Buyurur ki, İhdəru muxalatata mən tudi'u muxalatatahu əl-vaqt. O kəslərlə dostluq eləməkdən, qaynayıb qarışmaqdan uzaq olun ki, onlarla qaynayıb qarışanda vaxtını zay eləyirsən. Sənin vaxtın zay olur. Və tufsidul qalb, onlarla bir yerdə olanda qəlbin ölür. Fə innəhu mətə da'al vaqt, nə vaxt ki, sənin vaxtın zay olur, fəsədəl qalb, qəlbin zay olur, qəlbin fəsad olur. İnfaratat aləl abdi umuruhu kulluha. Bu səbəbdən də bütün işlərin bərbad olur. Allah Teala səndən bərəkəti götürür. Allah Teala səndən xeyri götürür. Baxın, görün İbn Qayyim Allahın hansı ayəsini gətirir, dəyərli qardaşlarım? Allah Teala buyurur ki, Kəhf surəsi 28-ci ayədə Və la tuti mən əğfəlnə qalbəhu an zikrinə وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا. Fikir verin. Allah Teala buyurur ki, qəlbini bizi zikr etməkdən qafil etdiyimiz, qəlbini bizi zikr etməkdən qafil etdiyimiz, öz havasının istəyinə tabe olan, işində heç bir səmərəsi olmayan bir kimsəyə itaət etmə, tabe olma. Bu ayədən, əvvəlki ayəyə baxsaz, Allah Teala nəyi nəsiyyət edəndən sonra bunu deyir. Vasbir nəfsək mə'əllezine yəd'unə rabbəhum. Allah Teala buyurur ki, vasbir nəfsəkə mə'əllezine yəd'unə rabbəhum bil-qadəti vəl-əşiyyi yuridunə vəcəhə. Gecə, gündüz, səhər, axşam Rəbbivin razılığını diləyərək ondan qorxanlar ilə, ona ibadət eləyib, itaət eləyənlər ilə özünü səbirli apar. Deməli, kimlərlə bir yerdə olmağı tövsiyə edir Allah Teala? Allaha ibadət eləyən, səhər, axşam Allaha dua eləyən, əmirləri yerinə yetirib qadağalarından çəkinən xeyir əhli ilə bir yerdə ol. Sonra bu ayələrdən sonra Allah Teala bildirir ki, وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا. Dünya həyatına meyl eləyib nəzərlərini onlardan, Allahdan qorxanlardan çəkmə. Sonra bu ayənidir, qeyd elədiyimiz ayəni. Qəlbini bizim zikrimizdən qafil etdiyimiz, öz havasına tabe olan, işində heç bir səmərəsi olmayana itaət etmə. Həqiqətən də belə dəyərli qardaşlarım, sən Allahdan qorxmayanlarla oturub dursan, sən içənlərlə, sən çəkənlərlə, sən zina eləyənlərlə, sən oğurluq eləyənlər ilə, sən haram eləyənlər ilə gecə, gündüz,
Allahın hədlərini, hududlarını tapdalayanlarla bir yerdə olsan, səndə iman öləcək. Sən də onlarla bir yerdə olacaqsan. Çünki Muhammed sallallahu aleyhi və səlləm nə deyir? Kişi dostunun dinindədir. Sən də onun kimi batilə qərq olub gedəcəksən. İman artır və azalır. İnnəməl mu'minunəl-ləzīnə izə zükirəllahu vəcilet qulubuhum və izə tuliyət əyətuhu və izə tuliyət aleyhim əyətuhu zədəthum imanən və alə rabbihim yetəvəkkəlun. Möminlər yalnız dəyərli qardaşım, özünə bax. Möminlər yalnız o kəslərdir ki, Allah xatırladılanda onların qəlbləri titrəyir. Yəni Allahdan qorxurlar. Allahın ayələri onlara oxunanda imanları artır. Əhl-i sünnənin etiqadına görə iman artır və azalır. Artır və azalır. Artır Allaha itaətlər ilə, azalır asiliklər ilə. Nə qədər sən itaət eləsən imanın artacaq. Nə qədər asilik eləsən imanın azalacaq. İmanının azalmasının ən böyük səbəblərindən biri Allahdan qorxmayanlarla bir yerdə olmağındır. Sən necə ola bilər bir məclisdə içki içilir, o məclis lənətlənir. Sən orada oturursan. Hansı imanı daşıyırsan dəyərli qardaşım? Axı o sənin məclisin deyil. Sənin məclisin o məclisdir ki, orada Allah və Rasulü anılır. Allah və Rasulü xatırlanır. Sən orada olmalısan. Əks halda sən oranı tərk eləməlisən. Bəzilərdir, mən dəvət eləyirəm. Əlinə rumkanı götürüb, Allah canını sağ eləsin, pis günümüz belə keçsin deyənlər ilə oturub, mən onları dəvət edirəm deyirsənsə, bil ki, dəyərli qardaşım, ən böyük qəflətin içindəsən, lakin şeytan sənə dəvət adı ilə bəziyib. Olmaz. Sən oranı tərk eləməlisən. Bəla gələr, sən də onlarla bir yerdə məhv olarsan, qərq olarsan bəlanın içində. Ona dəyərli qardaşlarım, necə İbn Qayyim, Allah ona rəhmət etsin, danışır dəvətdən, qulun bərəkətindən. Bərəkətli olması nədir əsas? Dəvət aparması. Dəvət də dəyərli qardaşların mühüm bir vəzifədir. Necə qardaş qeyd elədi? Dəvət Rasulların vəzifəsidir. Allah Teala Muhammed sallallahu aleyhi və səlləmə Quran-ı Kərimdə bir çox yerdə əmr eləyir. Dəvət apar. Allah Teala bildirir ki, Quran-ı Kərimdə Allah Teala bildirir ki, وَلْتَكُمْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ. Qoy sizin içinizdən insanları yaxşılığa, yəni tövhüdə, tək Allaha ibadət etməyə və sonra digər yaxşılıqlara dəvət edən, pislikdən, şirkdən, yəni və sonra başqa pisliklərdən çəkindirən kəslər olsun. O kəslər nicat tapan kəslərdir. Dəvət, dəyərli qardaşlarım, Rasulların yoludur. Və dəvətin sonu əgər Quran və sünnə üzərində olarsa, nizatdır. Baxın, dəyərli qardaşlar. Bu insanlar, bu qardaşlar necə hidayət olub? Dəvət edənlərin dəvəti sayəsində. Ona görə sən də dəvət apar, sən də dəvət elə. Muhammed sallallahu aleyhi və səlləm hədisdə bildirir ki, Əd-dəllu aləl xayr kəfəilihi. Xeyrə səbəb olan insan onu etmiş kimidir. Sən nə qədər insan dəvət etsən, o insanlar namaz qılsa, oruç tutsa, Allahı zikr eləsə, sən onu dəvət etdiyinə görə savab qazanırsan, onun savablarından azalmadan Allah sənə savablar nəsib eləyəcək. Muhammed sallallahu aleyhi və səlləm möminlərin əmri Əli radiyallahu anh göndərəndə Xeybər günü nə deyir? لَأَنْ يَهْدِيَ اللّٰهُ بِكَ رَجُلًا وَاحِدًا خَيْرٌ لَكَ مِنْ حُمُرُ النَّعَمِ. Əgər Allah sənin səbəbin ilə bir insana hidayət verərsə, o sənin üçün dünya malından, yəni dəvələr deyir, dünya malından daha xeyirlidir. Çünki dünya malı dəyərli qardaşlar, sən ki məsələn 5 manat versən, o 5 manat gedəcək, savabın qazana bilərsən. Lakin sən ki məsələn La ilahə illallah öyrətsən, sən ki məsələn zikr öyrətsən, namaz öyrətsən, oruc öyrətsən, valideynə itaət öyrətsən, Allaha qulluq öyrətsən, bil ki onun savabı burada da axirətdə də sənə gələcək. Ona dəvət mühümdür dəyərli qardaşlar. Ud'u ilə səbil Rabbik. Başqa ayda Allah Teala deyir ki, Rəbbinin yoluna dəvət apar. Lakin dəvət necə olmalıdır dəyərli qardaşlar?
Ud'u ilə səbil rabbik bil hikmə vəl məvizatil həsənə. Rəbbinin yoluna dəvət apar hikmət və gözəl söhbətlə. Dəvətdə səbirli olmaq, tələsməmək, düzgün yerdən başlamaq, insanları tək Allaha ibadət eləməyə dəvət eləmək. Ola bilər hansısa münkər görərsən, hansısa şəriətə müxalif əməl görə bilərsən. Lakin dərhal ondan başlama. Sən tək Allaha ibadət eləməyə dəvətdən başla. Allah da sənin dəvətə bərəkət verəcək. Ne üçün? Çünki Muhammed sallallahu aleyhi ve sellem və bütün peyğəmbərlər bundan başlayıb. Və sən də bu dəvəti apar. Demə ki, məsələn, mən bilmirəm. Demə ki, bilmirəm, elmim azdır. Yəni, sən az elminlə, əgər ixlaslı olsan, çox elmi olub, ixlassız olanlardan daha böyük fayda verə bilərsən. Elə insanlar var ki, onların əlindən alimlər çıxıb, sözlərindən alimlər çıxıb. Deyirlər ki, İmam Məhəmməd uşaq olanda, balaca uşaq olur və öz məhəllələrində palçıqlı su ilə oynayır. Və alimlərdən biri ona nəsihət edir ki, uşaq, üstüvü bulaşdırırsan, anan da əziyyət çəkir. İmam Əhməd deyir ki, Allah ona rəhmət etsin. Mən bulaşsam heç nə olmaz, anan paltarını uyar və təmizlənər. Sən bulaşsan, ümmət batar. Sən bulaşsan, ümmət batacaq. Çünki sənin arxanca gəlirlər, mənim arxanca gələn yoxdur. Fikir ver, Allah Teala balaca uşağın dili ilə böyük insanlara fayda verir. Ola bilərsən kiməsə bir kəlmə deyərsən, o kəlmə səbəbi ilə onun qəlbinə Allah Teala tövhiddən tumurcuq salar. Sonra hansısa bir qardaş bir kəlmə deyər və sonra namaza başlayar. Sonra ibadətə başlayar. Sonra ömrünü Allah üçün yaşayar. Ömrünü. Həsən Əl-Basri, Allah ona rəhmət eləsin. Həmçinin Fudayr ibn İyaddan gəlir, görür bir nəfər yaşlı kişidir və günahlarda qərq olmuş insandır, sual verir ki, ey ağsaqqal, nə vaxt son qoyacaqsan günahlara? Nə vaxt son qoyacaqsan günahlara? Tövbə eləyib Allaha qayıdacaqsan. O da deyir ki, İnna lillahi və inna ileyhi raciun. Ayəni gətirir, Bəqərə surəsindəki ayədir. Hansı ki, insan dünyasını dəyişəndə bu ayəni deyir. Allahdan gəlmişik, Allaha da qayıdacaq. O da bu ayəni deyir ki, Allahdan gəlib Allaha da qayıdacaq. Və qarşısındakından xəbəri yoxdur ki, alimdir, ayənin təfsirini bilir. Ayənin mənasını bilir. Ne üçün nazil olub onu bilir. Deyir ki, dediyin ayəni bilirsənmi nə deməkdir? Deyir ki, xeyr, sən izah elə, sən öyrən. Deyir ki, mənası odur ki, Allahdan gəlmisən, Allaha ibadət eləmək üçün gəlmisən. Allaha qayıdacaqsan, elədiyin əməllərin sorğu-sualını vermək üçün gedəcəksən, qayıdacaqsan. Kişi deyir ki, məlhi ilə, yaxşı çıxış yol nədir? Nə məsləhət görürsən? Deyir ki, vallahi, 60 yaşın var, 60 ildən sonrakını elə yaşa ki, 60 ildən qabaqçın da silsin. 60 ildən sonraki yaşını elə yaşama ki, 60 ildən qabaqçı da onun üzərinə gəlsin. Tövbə elə, son qoy, tövbə eləyir. Həmçin Şeyx Rabi, biz bunu dəfələrlə danışmışıq. Həmçin bizdən xeyirlilər. Allaha dəvətdə çox həris adam idi. Səslərini yəqin görmüşsünüz, eşitmişsiniz Şeyxin səslərini. Afrika ölkələrindən birindən keçəndə görür ki, 2 nəfər öz məzraələrində, yəni əkin sahəsində öz işlərini görür. Və şeyxin də yanında tərcüməçisi var idi. Elə Allahdan şeyx ona deyir ki, gəl gedək onlara İslamdan danışaq, bəlkə Allah onlara hidayət verər. Bəlkə Allah bizim əlimizlə İslamı nəsib eləyər onlara. Fikir verin, səhlənkarlıq eləmir. Hətta kafirlərin dəvətində olsa belə. Biz bu müsəlmanları dəvət eləməliyik, öyrətməliyik. Səhlənkarlıq eləmək olmaz, qohumları, qonşuları, yoldaşları. Lakin ən gözəl dəvət, dəyərli qardaşlar, əxlaqla, ədəblə, səbirlə, hikmətlə, gözəl sözlərlə, gözəl müamilə ilə olan dəvətdir. Şeyx gəlir, onlara yaxınlaşır və onlarla danışmağa başlayır. Və onlara deyir ki, sizi kim yaradıb? Göyləri kim yaradıb? Yerləri kim yaradıb? O dənizləri, daşları, ağacları, bütün məxluqatı kim yaradıb? Onlar etiraf edirlər ki, Allah. Və şeyx deyir, tərcüməçi onlara tərcümə eləyir. Onlar deyir, tərcüməçi şeyxə tərcümə eləyir. Və sonra birdən tərcüməsi uca səsləndir ki, Allahu Əkbar.
Allahu Ekber. Şeyh deyir ki, mələk, nə oldu? Nə baş verdi? Deyir ki, şeyh, vallahi hər ikisi İslamı qəbul eləmək istəyirlər. İstəyirlər ki, İslamı qəbul eləsinlər. Və şeyh sevinir. Onlara tək Allahlılığı öyrədir, dəyərli qardaşım. Vallahi bir insanı tövhidə dəvət eləmək hər şeydən sənin üçün xeyirlidir. Çünki sən ona Allahı öyrətmirsən. Sən ona Rəbbini tanıtdırmısan. Sən onu zülmətdən nura çıxartmısan. Adam elə ölsə, cənnətə düşəcək. Lakin sən öyrənməmişdən qabaq, elə ölsəydi, cəhənnəmə düşəcəkdi. Ona həris olmaq lazımdır. Və onlar gedirlər evlərinə. Şeyh deyir ki, biraz narahat oldum. Evlərinə qaydacaqlar, qohumlarının, ailələrinin yanına. Ola bilər ki, onları azdırarlar, döndərərlər dinlərindən. Çünki onların adətlərindəndir. Heç vaxt razı qalmırlar. Və səhər gəlirlər, yenə şeyhlə görüşürlər. Şeyxə deyirlər ki, şeyx, bizim ailəmiz də İslamı qəbul elədi. Fikir verin. Vallahi keçə bilərdi. Heç nə deməzdi də. Allah xeyir istəyir. O bilmirsən, bir kəlmə deyərsən, gedərsən, Allah bütün zürriyyətinə hidayət verər. Əsas səndə ixlas olsan, ixlaslı olsan, Allah üçün etsən. Deyirlər ki, şeyx bizə gözəl adlar verir. Və şeyx bilirsiniz hansı adları verir? Birinə deyir ki, Əntə Abdullah, sən Abdullahsan. Əntə Abdurrahman, sən də Abdurrahmansən. Allaha ən gözəl, sevimli adları verir onlara. Əhəmbul əsmai ilallah, necə hədisdə gəlir? Muhammed sallallahu aleyhi ve sellem deyir, Allaha ən sevimli adlar Abdullah, yəni Allahın qulu, Abdurrahman, yəni Rahmənin qulu adlarıdır. Sonra onlara deyir ki, gedin siz də öz ailəvizə İslamı adlar verin. Fikir verirsən dəyərli qardaş. Sən də bax belə ol. Bugün bizim gördüyümüz tələbələr, dəvətçilər, Allah onların hər birisindən razı olsun. Allah onların qədəmlərini sabit etsin. Bugün mən və sən onların səmərələri, onların bəhrələri, bəzi insanlar deyir ki, onlar neyiniyir? Yəni ki, neyiniyiblər ki? Mən də dəvət edirəm də, mənim də asıl xeyrim var. Ola bilər, dəvət edirsən, sənin də müəyyən məqamlarda xeyrin var. Lakin o deyil də, dəyərli qardaş. O deyil. Onlar daha çox əziyyət çəkirlər. Onlar həyatlarını sərf ediblər. Niyə görə? Biz hidayət olaq. Biz zülmətlərdən nura çıxaq. Bu da Allahın bizə olan neymətidir. Muhammed sallallahu aleyhi və səlləm öz qövmünə neymət idi, minnət idi. Allah bunu qeyd edir Quranda. Və bizə də Allah Teala bunları minnət edib, neymət edib. Muhammed sallallahu aleyhi ve sellemin səbəbi ilə o kafir qövmü zülmətdən nura çıxartdı. Bizi də Allah subhanahu wa ta'ala bu tələbələrin səbəbi ilə zülmətdən nura çıxardı. Allah Teala bildirir ki, Cümə surəsində həmçinin digər surələrdə var bu ayə. لَقَدْ مَنَّ اللّٰهُ عَلَى الْمُؤْمِنِينَ اِذْ بَعْثَ ف۪يهِمْ رَسُولًا مِنْ أَنْفُسِهِمْ يَتْلُوا عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَاِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلَالٍ مُبِينٍ. Allah özündən onlara, möminlərə bir neymət verib, öz içlərindən Rasul göndərməklə, hansı ki o Rasul Allahın ayələrini onlara oxuyur və onları təmizləyir. Bundan əvvəl onlar açıq aydın bir azğınlıq içərisində idi. Bizdən hansımız azğınlıq içərisində olmamışıq dəyərli qardaşlar. Demək olar ki, hər birimiz bəzilərini özünü öldürmək istəyən olub, bəziləri artıq mən yaşaya bilməyəm deyən olub, sıxıntılardan xilas ola bilmirəm deyən olub. Allah Teala hansısa elm tələbəsinin sözü ilə, dəvəti ilə o sıxıntıdan onu xilas edib. Bugün onun qəlbi də yaşayır, cəsədi də yaşayır, ailəsi də hidayət olub. Hətta bəziləri var, maşallah görürsən ki, bütün nəsli istiqamət üzərindədir. Kimdir səbəb? Bax, bu dəvətçilərdir. Ona görə dəyərli qardaşlarım, dəvət aparmaq lazımdır, öyrətmək lazımdır, narahat olmaq lazım deyil, bilmək lazımdır ki, müvəffəq edən Allahdır, bərəkəti verən Allahdır, səbirli olmaq lazımdır bu yolun üzərində, israrlı olmaq lazımdır, əzimkar olmaq lazımdır. Necə Loğman əleyhissalam öz oğluna nəsihət eləyir ki, ya bu nə? Oğlum, aqimis salat, namaz qıl. Va'mur bil ma'ruf, insanları öyrət, tövhidə dəvət elə, sonra başqa xeyirləri öyrət onlara. Vanha anil munkar,
Pislikdən, yəni şirkdən və başqa pisliklərdən çəkindir. Vasbir aləmə asabək. Başına gələnlərə səbirli ol. Yəni namaz qılmaq, tövhidə dəvət eləmək, şirkdən çəkindirmək elə belə işlərdən deyil. Səbir lazımdır. Çünki sənə əziyyətlər olacaq. Necə səndən əvvəlkilərə əziyyət olub. Ona görə ayənin sonunda deyir ki, Allah Teala İnnə zəlikə min əzmil umur. Bu məsələ əzm tələb eləyən məsələlərdəndir. Ölənə qədər namaz qılmaq, dəvət aparmaq, tövhidə dəvət edib şirkdən çəkindirmək, müsibətlərə səbirli olmaq hər adamın işi deyil. Ona görə görürsünüz, tələbələr hansı əziyyətləri çəkiblər, hansı çətinliklərə səbr eləyiblər. Bugün əlhəmdülillah Allahın nuru yayılıb, ona görə arxayın olmaq olmaz. Biz də hər birimiz dəyərli qardaşlar məsuliyyət daşıyırıq. Hər birimiz bacardığımız qədər öz gücümüzdə, taqətimizdə Allahın dininə dəvət eləməliyik. Səhlənkarlıq eləmək olmaz. Kunu ənsarallah. Allahın köməkçiləri olun. Sən niyə Allahın köməkçisi deyilsən? Niyə sən Allaha kömək eləyənlərdən olmayasan? Niyə sən insanlara xeyir öyrədənlərdən olmayasan? Niyə sən bidətdən çəkindirənlərdən olmayasan? Nəyin ki yoxdur sənin? Gözün görür, qulağın eşidir, dilin danışır, qəlbin döyünür, əlində kitab var, sünnə var, haqq var, haqqı bilirsən və batili bilirsən. Sən də elə, sən də yardım elə və bil ki, sən yardım etsən, Allah da sana yardım eləyəcək. İn tansurullah, yansurukum. Siz Allaha yardım etsəz, Allah da sizə yardım eləyəcək. Və yusəbbit əqdəməkum. Qədəmlərinizi sabit eləyəcək. Evladlarını öyrət, ona Quran öyrət, tövhidi öyrət. Bizdən əvvəlki sələflər, bizdən fərqi nə idi dəyərli qardaşlarım? Onların bir neçə oğlu olanda ən zəkalı oğlunu Allahın evinə göndərirdi ki, get İmam Əhməddən, İmam Malikdən, İmam Şafidən, o böyük imamlardan elm öyrən. Ən zəkalısını göndərirdi. Şeyxlərdən biri deyir ki, lakin bizim halımıza bax, oğlan uşaqlarının içində ən zəif yaddaşı olanı, ən tənbəlini göndərir məsciddə ki, get məsciddə Quran öyrən. Bundan heç olmaz. Bəlkə Quran oxumağı öyrənər. Vallahi, Allah üçün ən yaxşısı hansıdır? Hətta evladının içində belə onu verəcəksən. Əgər verməsən, bu ayənin altına düşməyəcəksən. Lən tənəlül birra həttə tunfiqu mimmə tuhibbun və mə tunfiqu min şeyin fə innallaha bihi alim. Nəfsimizə sevimli olan mallardan, o evladlardan Allah üçün xərcləməsəz, Allahın qorxusunu, təqvanı, Allahın sevgisini, Allahın yardımını, Allahın sənə olan müdafiəsini əldə edə bilməyəcəksən. Və bil ki, nə xərcləyirsən Allah üçün, Allah onu bilir. Allahdan istəyirəm ki, dəyərli qardaşlarım, Allah Teala hər birimizi tövhidə, sünnətə dəvət edən qullarından etsin. Allah Teala bizim evladlarımızın içərisindən ixlaslı şəkildə tövhidə, sünnətə dəvət edən qəlbi möhkəm dəvətçilər çıxartsın. Allah Teala bizi sabit etsin. Allah Teala bizi qorusun yaratdıqların şərrindən. Allah Teala dəvətimizə bərəkət versin. Allah Teala bizim əmin-amanlığımızı qorusun. Allah Teala bizim əmin-amanlığımızı davamlı etsin. Allah Teala bizim əmin-amanlığımızı pozmaq istəyənlərin o məkirli arzularını ürəyində qoysun. Allah Teala qullarını yaxşı tanıyır. Allah Teala bizim ordumuzu gücləndirsin. Onların qədəmlərini sabit etsin. Allah Teala onların qarşısında olan düşmənin qəlbinə qorxu salsın. Allah Teala onların qəlbinə qorxu salsın. Bizim ölkəmizə heç bir hilə və məkir qura bilməsinlər. Allah Teala bizim ölkəmizin rəhbərini qorusun. Onu özünün sevib, seçdiyi, razı qaldığı əməllərə yönətsin. Onun verdiyi qərarlarda Allah Subhanahu wa Ta'ala hər birisində haqqa isabət eləməyi nəsib etsin. Allah Teala bizim qardaşlığımızı möhkəmləndirsin. Allah Teala bizim qəlblərimizi bir-birinə sevdirsin. Allah Teala bizi bir-birinə nifrət edən deyil, bir-birinə kin bəsləyən deyil, bir-birini Allahın rızası üçün sevən, bir-birində xəta görəndə ona gözəl şəkildə, səmimi şəkildə, Qurana, sünnətə uyğun nəsihət edən qullarından etsin. Bütün xeyirlər Allahdandır, xətaların hər birisi bizim nəfsimizdən və şeytandandır.
أقول ما سمعتم وأستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب فاستغفروه إنه هو الغفور الرحيم. Allah bereket. Amin. Allah razı olsun.